2002-ci il avqustun 8-də Rusiya Federasiyasının Novokuznyetsk şəhərində naməlum şəxs Kalaşnikov avtomat silahdan açdığı atəşlər nəticəsində Ənvər İşmuratovu və Cəngüdəni Sergey Barzenkanı qətlə yetirir. Hadisənin şahidi olmuş Maksim İşmuratov ilkin istintaq vaxtı atası və onun dostunu öldürən şəxs kimi Kuvalda ləqəbli Rövşən Cavadovun şəklini göstərir. 9 yaşlı uşağın sözlərinə görə killer mərhumlara yaxınlaşaraq baş nahiyələrinə təkrarən 2 dəfə əlavə atəş açıb öldüklərinə əmin olduqdan sonra isə maşınla hadisə yerindən uzaqlaşıb. Cinayətin Novokuznyetsk şəhəri Kirov küçəsi 54 ünvanda səhər saat 10:45-də insanların gözü qarşısında baş verməsi məlum olub. Premier mağazasının qarşısındakı avtomobil dayanacağı ərazisində Ənvər İşmuratov və Sergey Barzenkanın meyitləri 5.45 kalibrli AK-74 avtomat silah və 14 ədəd giliz aşkar edilib. Ekspertin ilkin rəyinə görə mərhumların hər birinə 5 güllə vurulub. Cinayətin ilkin araşdırması Novokuznyetsk şəhər mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən aparılıb. Mərhum Ənvər İşmuratovun azyaşlı oğlu Maksim əməliyyatçılara danışıb ki, o, atası və Sergey Barzenka ilə Vaz 21099 markalı maşında olub. Hadisədən əvvəl onlar yanacaq doldurma stansiyasında əslən Azərbaycanlı olan Dadaş və Rövşən adlı şəxslərlə rastlaşıblar. Atası onlarla söhbət edəndən sonra sonuncular ayrılıb gediblər. Ayaqqabı almaq üçün Premier mağazasına yollanıblar. Ora çatdıqda İşmuratov və Barzenka maşından düşüblər. Həmin an Maksim ötəri arxadan tünd rəngli avtomobilin yaxınlaşdığını görüb. İçərisindən Kuvalda kimi tanıdığı kişi çıxıb və əlindəki avtomatdan ardıcıl atəşlər açıb. Atası və Cəngüdəni yıxıldıqdan sonra qatil yaxınlaşıb əvvəlcə Barzenkanı, sonra isə atasını güllələyib. Avtomatı hadisə yerində atan şəxs maşına oturub oradan uzaqlaşıb. Digər bir şahid, Svetlana Kruglakova, həmin an yaşadığı mənzilin mətbəxində pəncərənin qarşısında dayanıb. Vaz 21099 markalı maşından 2 kişinin düşdüyünü, dalınca başqa bir açıq rəngli avtomaşının gəldiyini, arxa oturacaqdan eynində qara şalvar, ağ mayka, sağ əlində isə avtomat olan oğlanın çıxdığını görüb. Əlamətlərindən danışan şahid bildirib ki, həmin oğlan gənc idi, yaşı 30, boyu 185-190 cm olardı. Düzgün bədən quruluşlu, qısa vurulmuş saçları var idi. O əvvəl İşmuratov, sonra isə Barzenka qaçan tərəfə atəş açıb. Birincisi qazon otun, digəri isə səkinin üzərinə yıxılıb. Baş nahiyələrinə yoxlayıcı atəşlər açdıqdan sonra qatil gəldiyi maşına yaxınlaşıb, silahı yerə atıb və arxa oturacağa eləşərək oradan gedib. Şahid İnqa Qarşkova isə deyib ki, möhkəm bədən quruluşlu, sifəti dairəvi, qısa parlaq saçları olan təxminən 40 yaşlı kişi avtomobilin arxa, yox, qabaq sərnişin qapısından düşüb. Hadisədən 2 ay sonra oktyabrın 5-də sözügedən qətilləri törətməkdə şübhəli bilinən, əslən Masallı rayonundan olan Natiq Hüseynli Kemirova şəhər Milis İdarəsi əməkdaşları tərəfindən Krasnoyarsk şəhərində yerləşən Metallurq mehmanxanasında həbs edilib. Dindirilmə zamanı o bildirib ki, Novokuznyetsk şəhərində istintaqla müəyyən olunmayan şəxsdən avtomat və 40 patronu qanunsuz yolla əldə edib və Batyushkova küçəsi 22-də yaşadığı mənzildə saxlayıb. Natiq Hüseynli göstərib ki, avqustun 5-də tanışı Ramiz Məmmədovun avtomaşınını naməlum şəxslər atəşə tutublar, lakin buna baxmayaraq sonuncu yüngül xəsarət almaqla sağ qalıb. Hüseynli bu hadisənin Ənvər İşmuratov tərəfindən təşkil olunduğundan şübhələnib və qisas almaq məqsədi ilə avqustun 8-də tanışı Rövşən Cavadovun idarə etdiyi Vaz 21099 markalı maşınla Kirov küçəsindəki 54 sayılı binanın yanına gəliblər. Где стоял автомобиль Ишмуратова? Пройдите туда. Вот на этом месте. А в какую сторону он был перед автомобилем направлен? Вот так вот прямо или немного в сторону? В какую? В ту сторону. Ваш автомобиль где находился? Передом в какую сторону? Туда же. Так. Куда вышел Ишмуратов? Где он остановился? Здесь он остановился. Сергей, охранник, откуда подходил? Сюда подходил.
Потом сын где был? Ишмуратова. Покажите место. А сын стоял здесь, у него в руках что-то было, играл. Ребенок. Avtomobildən düşən Natiq Hüseynli ayrı-ayrı istiqamətlərdə qaçan Ənvər İşmuradova və Cangüdəni Sergey Barzenkaya avtomatdan ardıcıl atəşlər açıb. Daha sonra İşmuradovun maşında olan oğlu Maksim və digər şəhər sakinlərinin gözü qarşısında hər ikisinin baş nahiyəsinə nəzarət edici güllələr atıb. Öldüklərinə əmin olduqdan sonra maşına əyləşib və oradan uzaqlaşıb. Так, что он сказал? Вот так вот. Birinci kim danıştı? Sen yoksa? Вы спокойно разговаривали? Да. То есть не кричали ничего, он не кричал. Просто değil için nerede ben ne vaktinden şöyle başlıyor. Ne düşünüyorsun Allah? Ne bileyim ki götür silahı uzaklaşacaksın. Sanki senden mümkün. Анвар Гусейнову сказал, что долго за мной будешь гоняться, да? А этот Анвару сказал, забирай свой автомат, я больше не буду за тобой гоняться, и этому мы расстанемся. Так, охранник где стоял, Сергей? Он к нему подошел, нет? Метр дальше, да? Onu dala kalktı. Gözümüzü dala kalktı. Встаньте. Gel abi. Так, встал рядом. Так, вы вернулись обратно в машину? Bonski'ye kadar götür avtomatı. Dedi gel özün gel. Как он сказал, что? Короче, он ему сказал, иди забирай автомат. Он сказал, Так. я не пойду, иди сам принеси. Так, вы пошли за И- автоматом. Он вернулся за автоматом. Ben gelende onun elinde şımpan başladı. Где вы автомат взяли? А у него, так, а у него, говорит, в руках сумка была. Когда он Какая пошел, сумка у него была в руках? когда он пошел в машину за автоматом, Черная сумка. Так, потом. Дальше. Şımpan atıştırdı. sen oraya çevirilendi o Vakti yerin birisi şey diyor da sıfatında eli yalan ki mesela biraz başka diyor da bir şımpan atır. Ben gidende ucu magazin saldım şey. Когда он Teslim вернулся в машину, Покажи машину. когда он хотел вернуться в машину, заметил, что Анвар открыл свою сумочку и у него такое лицо было, что-то он как будто что-то достает с сумочку. Он подошел, когда он что-то врубился, подозревал, что он может что-то достать, пошел и сразу взял автомат и пересекнул магазин. Так, а где вы, докуда вы дошли? Откуда Автоматı götürüp gelenden sonra стали? hareket Все происходило. Şimdi desmal vardı böyle şey. Место. O yerinden çekildi gitti maşınıyla bana anasını. biraz arkaya. Biraz arkaya gitti ikisi de sizden. Sire böyle götürdü maşından çekildi gitti anasını. Sonra elinde sana. Elinde ucu silahı böyle çıkarttı. Başladı. Когда он возвращался, Анвар отошел назад, и Серега пошел, резко сел в машину. Он в руках на него направил пистолет, тогда он начал на него стрелять. А где вы стояли в это время? Остановились? Sen nasıl yerde dayandın? Ben burada durmuştum böyle. Geçtim maşından. Ben önce geçtim o durdurayım. Ну, маленько он вперед пошел. Когда он отошел назад, и он встал на него. Где вы стали? Пройдите. Да. На этом месте начали стрелять в него, да? Да. Так, он где упал? Анвар в ту сторону шел и там упал метров. Как далеко ушел? Метров 3 отошел. Продемонстрируйте, как охранник, откуда вышел и на каком месте он стоял, когда вы первый раз выстрелили в него. Там Диверов вышел и тут стоял он первый раз. Первый раз, и потом, когда он побежал от вас. Показывайте, идите там. Где в него первый раз начали стрелять? На каком месте он был? Тут когда там ряд И в него тоже попал. Потом он куда побежал? Показывайте. я дальше стрелял, когда оттуда. Оттуда стреляли вы? Да, Покажи. да, где я стоял, а там. В смысле, где стоял, там С места вы сходили, когда в него стреляли? Да. Сходил с места? Нет, я там же стоял. С места не сходили? Его снимай, не меня.
Так, с места не сходили, то есть на одном месте стояли. Потом что? После того, как в него выстрелили? Вы все выстрелили, все патроны? Нет. Быстрее, говори, да. Так, все есть у тебя? Все, давай. Да, так, потом вернулись куда? Я бросил оружие и сел. Бросил, куда? Показывайте, куда бросил автомат. Быстрее. Где автомат был? В каком месте? Здесь бросил автомат, видишь, куда вернулся. В машину сел, в какую сторону поехали? İlk dəfə Maksim İşmuratov Rövşən Cavadovun şəklini göstərərək onu Kuvalda kimi tanıdığını bildirib. Lakin istintaqın sonraki mərhələsində, yəni Natiq Hüseynli işi boynuna alandan sonra o atasını öldürən şəxs kimi Hüseynlini tanıyıb. Həbs edilən şəxsin cinayət əməlini törətməsi özünün və 9 yaşlı uşağın ziddiyyətli ifadələrindən savayı digər heç bir sübut növü ilə təsdiq olunmayıb. İstintaq orqanı nəzərə almayıb ki, Hüseynlinin vermiş olduğu ilkin etiraf edici ifadələr, hadisə yerinin müayinə protokolu və hadisəni görən şahidlərin ifadələri ilə tam təqzib olunub. Belə ki, Natiq ilk dəfə deyib ki, güya o avtomat silahı Ənvər İşmuratovun özünə qaytarmaq istəyərkən həm Ənvərin, həm də Barzenkanın ona tapanca çıxarmağını görüb qorxaraq hər ikisini güllələyib. Lakin hadisə yerində avtomatdan başqa digər hər hansı silah aşkar olunmayıb. Bundan əlavə istintaq orqanı araşdırmayıb ki, nə üçün Natiq Hüseynli öz həyatını Ramiz Məmmədova görə təhlükədə qoymalı idi. Onu buna vadar edən nə olub? 2003-cü ildə prokurorluq istintaqı yekunlaşdıraraq cinayət işini baxılması üçün məhkəməyə göndərib. Ölüm hadisəsində günahı olmadığını elə ilk dəfə onun məhkəmədə dindirərkən demək olar ki, hamı başa düşüb. Lakin başqa çıxış yolu olmadığına görə Hüseynli bildirib ki, cinayəti özü törədib və istintaqda olduğu kimi ardıcıllıqla danışıb. Onun günahsız olduğunu, cinayəti öz üzərinə götürdüyünü hakim də dərk edib və bu səbəbdən həqiqəti müəyyən etmək üçün prosesi uzadıb. Bu cür vəziyyətdə iş dəfələrlə istintaqa qaytarılıb, yeni ekspertizalar təyin edilib. 2003-cü ildə başlayan proses 2006-cı ilə qədər davam edib. İş üzrə 13 nəfər şahid dindirilib. Onların çoxusu törədilmiş cinayəti etiraf edən Natiq Hüseynlini tanımayıblar və cinayətin onun tərəfindən törədilməsini təsdiq etməyiblər. Məsələn, şahid Kruglякova göstərib ki, mərhumları güllələyən şəxsin boyu təxminən 185-190 cm olub. Amma məhkəmə zamanı müəyyən edilib ki, Hüseynlinin boyu cəmi 171 cm-dir. Cinayətkar aləmdə nüfuza malik olan Ramiz Məmmədov və Rövşən Cavadov digər kriminal qruplaşma tərəfindən öldürüldükdən sonra vəkil ona həqiqəti açıb danışmağı icazə verib. Beləliklə də məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və azadlığa buraxıb. Bir müddətdən sonra Azərbaycana qayıdan Natiq Hüseynli yenidən həbs edilib. Ənvər İşmuratov və Sergey Barzenkanın qəsdən öldürülməsi ilə əlaqədar Masallı rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.7 2 və ya daha çox adamı qəsdən öldürmə və 228.1-ci qanunsuz odlu silah saxlama və istifadə etmə maddələri ilə cinayət işi başlayıb. 2009-cu ildə iş baxılması üçün ağır cinayətlərə dair işlər üzrə məhkəməyə göndərilib. Natiq Hüseynli ittiham üzrə özünü təqsirli bilməyib və göstərib ki, Rövşən Cavadov və Ramiz Məmmədov avtomaşında gedərkən Kuznetskidə yanacaq doldurma məntəqəsində İşmuratovla rastlaşıblar. Biraz söhbət etdikdən sonra ayrılıblar, amma əslində Azərbaycanlılar onların maşınını izləyiblər və nəqliyyat vasitəsini arxalarınca idarə edərək Premier mağazasının qarşısına gəliblər. Maşını Ramiz Məmmədov idarə edib. Hər iki şəxsi avtomobildən düşən Rövşən Cavadov güllələyib. Hadisənin bu cür baş verməsini Məmmədov və Cavadov Natiq Hüseynliyə özləri danışıblar. Çünki cinayətin baş verməsi detallarını o təfsilatı ilə bilməli idi. Tükettiğiniz 30 ne var ya söhbət edelim. Yediniz işiniz ayrıldınız sonra. Ramiz'den söhbət edelim, yediniz işiniz ayrıldınız. Sonra dersiniz bu Ramiz'den Rövşən size dedi ki bu cinayeti götürdə bulundu. Orada bak çok konkret soruşunuzdan. Sen dediler mi ki eğer bunu sen götürmesen oyunu falan şey olabilir. Siz korktunuz yoksa korkmadınız? Korktum dedi, ben özüm için korkmuyordum. Ben Rusya'da yaşayan yakınlarımdan görüyorum. Kimleriniz yaşadı?
Qardaşlar, neçə qardaşlar yaşayır? 2 qardaşım yaşayır. Sizdən başqa? Hadisədən sonra Cavadov və Məmmədov bazara gəliblər. Onu götürüb Ramizin şəhərin çıxacağında Kuybışev rayonunda olan mülkünü aparıblar. Orada hər ikisi təqid ediblər ki, bu işi Hüseynli öz üzərinə götürsün. Ona görə ki, onların barəsində silahla adam vurmağa görə cinayət işi var. Sonuncu yaxa qurtarmağa cəhd etsə də sadəcə olaraq mümkün deyildi. Çünki Ramiz çox təhlükəli adam idi və real olaraq hədəliyirdi. Məmmədov konkret bildirirdi ki, cinayəti boynuna götürməlidir, əks halda onu da İşmuratovun yanına göndərəcək. Eyni zamanda deyirdi ki, bu məsələni Yusif Asayılov da bilir. Müttəmin sözlərinə görə Asayılov Novokuznetsk bazarının müdürü olub və Ramiz də ona tabe idi. O, çox nüfuzlu şəxs olub, yuxarı dairələrdə istədiyi səviyyədə iş görə bilirdi. Özünün, ailəsinin və Sankt-Peterburgda yaşayan qardaşının həyatı təhlükədə olduğu üçün Natiq Hüseynli əlacısız qalaraq razılıq verib. Deməli, siz bunlar öləndən sonra demişsizlər ki, siz 2005-ci ilin dekabr ayında çıxdı, ülkə açılış oldu. İyi aktivitelərdə yanvar ayının 18-i yerdə girmişsiniz bir arası. Fevral ayının kimi seçdi. Hüseyin Bey, bu məsələ belədir ki, cinayət aləmində adətən bəzi yoldaşlar ola bilər, bilməz, amma sən məndən ikimiz də bunu dəqiq edir. Çünki sənin həyat təcrübə cəza çəkmə yerində çox olub, mənim də həyat elə gəldir ki, bu işlərin içində olmuşam. Adətən cinayət aləmində kimsə öləndə bəzi cinayətlər onun üstünə atılır. Sizə elə gəlmir ki, sizin bax bu deməyiniz ki, onlar öləndən sonra deməyiniz ki, elə onlar mənə təklif ediblər, mən heç bir cinayət törətməmişəm. O ölmüş şəxsin üzərinə atmaq, onsuz da onlar barəsində işləyə bilməzlər. Bir başqa Azərbaycandan da kim elə bilər, Novokuznetsk şəhərini incidə bilməzlər. Elə bu ölən adam haqqında. Bu sizə elə gəlmir ki, mənə biraz elə gəlir ki, onlar ölüblər deyə siz onların üzərinə atırsınız, siz özünüz törətmişsiniz bu cinayəti. Onların üstünə atırsınız ki, onlar onsuz da ölüblər. Onlar sağ olandığına onu deyə bilməzdim o. Ən aşağısı sınıfdaki təcridxanasında deyə bilərdiniz. Orada əlləri satmaz. Deyə bilməzdim o. Orada da öldürərdilər sizi. Necə yəni o boydan general prezident adının rınkablarında bütün polis idarəsi, şestoyədi, sedmoyədi, hamısını o çıxardır o qoyuləsi, o çıxardır o qoyuləsi. Bu da onlarından travmaya. Elə bir şey ola bilər ki, sən olursa gəlsə, bir saatdan sonra ona zəng edirlər ki, Yusuf müəllim, fəlakət belə ifadə edir. Ondan sonra baxıyorum. Yusuf müəllim kimi. Onların adamı idi, prezident adının O da Azərbaycan'da. ABD'nin yarın kıyamet bu pazarlar Türkiye Morovsk oblasında ne kadar pazarlar var, onun prezidenti. O da Azərbaycan'da. Evet. Bu bazar. Yani ben size böyle başa düştüm ki siz korkunuzdan ve onların ölmeyle bağlı ifadenizi değişmemişsiniz. Onlar ölümden sonra O da Yusuf'un təklif oldu ki, yani əvvəlki ölümdən işi, yani Yusuf belə bir təklif yaptı. Belə bir ifadə belə bilərsən. Yusuf'da belə bir ifadə verir. Yani bunlar yok. Yani Yusuf təklif elədi ki, pazarın birinin səbiri. Təklif elədi ki, belə ifadə verir ki, bu işdən sənin xəbərin yox. Yok, o dünya değil ki, bunlara kimi sağ etmə, bularmış. Yok, bunlarda sən düzgün ifadə verir. Necə varsa elə də ifadə verir. Belki de gəlib bunu sizlər ki, düzgün danışır. Yusuf'un da marağı var ki, orada bilir ki, siz şəhərdəsiniz və sizə belki gönlərir. Yani bu boyda şəhərdə birinci adamlar idi ki, Ramiz Rövşən bu, nətər onlara aydınlar. O Ramiz Rövşən mən gördüz başa düşmüşəm. Kemerova vilayətində belə hörmətli Rusiya leksikonda mesəyə axsaqqalıdırlar, yoxsa ümumiyyətlə Rusiya miqyasında? Kemerova vilayətində. Bunlar yerli avtoritetlər sayılırlar. Yerli avtoritetlər sayılırlarsa, sizi Moskvaya aparmışlar da, psikiyatrik xəstəxanaya. Siz orada deyərdiniz, oradaki Moskva ki, Kemerova vilayəti deyil. Sonra nə oldu? Sonra siz deyərdiniz ki, orada ifadə edərdiniz ki, Moskvada biraz onlara təhsil imkanları zəifdirlər. Deyərdilər, saxlayırlar siz Moskvada təhsil. Çöldəkilər nə var o zaman? Hansı çöldəki? Çöldəkilər yaxınları. Qonlarınızı nəzərə tutursunuz. Qonlarınızda da deyərdiniz ki, gedin Azərbaycan. Bunlar da gətirib Azərbaycan servis deyil, sonra? Hara? Bunlar da gətirib bunda yerlərdə servis deyil. Azərbaycana getdilər, sonra Azərbaycandan hara gedəcəklər ki?
O Azərbaycandan gəlsə də deyək ki, heç nə olmazdı. Necə bu adam 20 il yaşayır Rusiyada, bütün biznesi orada, ailəsi orada, uşaq orada. Bir ilə Ramaz'a görə atıb gəlsin, olsun Azərbaycanda. Elə Ama yani sizin aile üzvləriniz orada yaşıyor. Ben öyle dedim sonradan geldim. Bundan sonra Hüseynli onlarla birlikdə Krasnoyarsk şəhərinə gedərək təxminən 2 həftə Metalurq mehmanxanasında qalıblar. Ramiz Məmmədov tez-tez Yusif Asayılovla mobil telefonla danışırdı. Hər şey əvvəlcədən planlaşdırılmışdı. Oktyabrın 5-də Rövşən Cavadov hadisənin Hüseynli tərəfindən törədilməsi haqda ifadə vermək üçün Kemerova şəhər milis idarəsinə yollanıb. Bir neçə saatdan sonra mehmanxanaya Yusif Asayılov tərəfindən tutulmuş vəkil gəlib və ona deyib ki, bu işi Natiq öz üzərinə götürməlidir, sonra onu qurtaracaqlar. Onlar idarəyə getməyə hazırlaşanda milis işçiləri mehmanxanaya gəliblər və Hüseynli vəkilin iştirakı ilə əməliyyatçılara təslim olub. Əslində isə Natiq İşmuratov və Barzenkanın qətlində iştirak etməyib, hadisə vaxtı bazarda işlədiyi kafedə olub. Orada olmasını Lənkəran rayonundan olan Əfqan, Şövqi və Şahin, Quba rayonundan olan Rauf İsayev, eləcə də kafedə işləyən Galina və Olga adlı qızlar görüblər. Sizin deyirsiniz iddia istintaqda sizi heç kəsə təqdim edəməkdir. Nə Barzenkonun, nə İşmuratovun aile üzvləri. Yəni, bir dənə suda olan günün maksimum o şəbirdə o gəlib ifadə verir, o da 2 dəqiqə ifadə verən ki, çıxartdılar qalsın. Kimi? Maksimum ifadə verən ki, o da Maksim neçə yaşında olur Maksim? Maksimum, nə deyim, uşaq olur, maksimum görür, 12 ildir. Onların uşağına kimi təsir elədi ki, sizi göstərsin, bu cinayətini törədi. Onun mən alır deyərəm. O mümkün olan şey deyil abi. Bunun atasını öldürürlər. Atası elə belə adam bilsin. Danışıqdan belə başa düşdüm ki, cinayətkar aləmdə böyük bir rütbəsi var. Təxminən marşala yaxın. Bunun da öldürüblər, övladı, arvadı da gəlib deyir ki, öldürən başqası gəlsin, üzüzə dursun ki, bax bu Natiq Hüseyin'i öldürdü. Ne yalandan bilsinlər? O, Rövşənlə Ramiz'in öləndən sonra o gəldi Zalısuqda ifadə verdi ki, öldürən budur. Budur, bu deyil. Budur deyil. Çünki mən onu 2006-cı ildə gördüm ki, Maksim gəldi ifadə verdi Zalısuqda ki, mənim atam öldürən Hüseyin'i var. Məhkəmədə özü ifadə verdi. Ona da, onun da vəkilinə Sudya sual verdi ki, Maksim bəy, xeyir ola, sən 2002-ci ildə belə ifadə verirsən, indi ifadəyi dəyişirsən, Maksim çıxartdılar, başladı vəkil danışma. Maksimin vəkili danışma. Ramiz və Rövşən hansı şərait görürlər? Bunlar mənim içərdə olmuş. Bizim Rusiyada hər halda orada yaşanmış, oradan azalcı informasiyası olan sizsiniz. Uzaqla ailədir. Böyle bir maraq üçün soruşuyor. Hansı şərait görürlər? Necə hansı şərait? Yəni kimsə öldürübdür, yaxşı qəzət öldürüblər. Öldürübdür. Bəlkə elmi tədqiqatlara falan. Onlar da necə o İşmuratov gibi ölən vəziyyətdə, onlar da elə. Onlar da öldürüblər. Elə bir vəziyyətdə. Küçənin ortasında. Her ikisinin öldürülmesi vardı, burada kifayet edilmektedir. Bilirəm, cinayət içində öldürüblər. Onlar da o şərait öldürüblər. Müttəhim hadisədən sonra başa düşüb ki, Ramiz Məmmədov Sərdar Salayevin qəhvəyi rəngli Vaz 21099 markalı maşınını nə məqsədlə götürüb. Ramiz avtomobili götürərkən Natiq Rövşənlə orada olub. Məmmədov maşını Kemerova şəhərinə ehtiyat hissələri almaqdan ötürü aldığını deyib. Əslində isə İşmuratovun qətlində istifadə etmək məqsədi ilə götürüb. Cinayətdən sonra maşının açarlarını bir uşaq vasitəsilə Salayeva çatdırıb. Natiq Hüseynli əlavə edib ki, Ramiz Məmmədovun və Ənvər İşmuratovun şəxsiyyətləri Novokuznetsk şəhərində hüquq mühafizə orqanlarına yaxşı məlum idi. Ümumiyyətlə, İşmuratov, Ənvər və Sergey Barzenkanın sizin arzuda hər hansı bir qədər və düşmənçilik Məndən yox. Məndən yox. Ramizlə olub olar. Konflikt olub. Ramizlə, bəs Rövşənlə? Bunlar bir yerdə olan adamlar, bunlarla eyni bir vəziyyətdə konfliktlər olub. Mənlə onun nə konflikt olub? Rövşənin sizə hədə qorxu gəlməsini siz real təhlükə kimi qəbul elədiniz, yoxsa yox? Mən onu real qəbul eləməsini o işin üstünə götürməliyəm.
Prosesdə şahid qismində dindirilmiş Şövqü Həsənov həmin dövrdə Novokuznets şəhərində yaşamasını, Ənvər İşmuratov və Sergey Barzenkonu şəhərin Polojeniyasına baxan cinayətkar dəstənin başçıları kimi tanıdığını göstərib. Ramiz Məmmədovu Dadaş ləqəbi ilə tanıyıb. Onun sözlərinə görə Məmmədov təbiətcə elə adam idi ki, o hərəkətlərini gizlətmirdi. Yaxşı bilirdi ki, heç kim onun üzünə dura bilməz. Ya o dediyi olmalı, yaxud da həmin adam ölməli idi. Bazardakı azərbaycanlılardan İşmuratov və Barzenkonun Ramiz və Rövşən tərəfindən qətlə yetirilməsini eşidib. İcraçı Kuvalda ləqəbli Rövşən Cavadov olub. Şahid Elçin Musayev müttəhimlə münasibətinin həmkəndli kimi yaxşı olduğunu bildirib. Onu cinayətkar kimi tanımayıb. Baxmayaraq ki, Kuvalda Rövşən Cavadovun ləqəbi idi, bəzi vaxtlar Ramiz Natiqi də Kuvalda kimi çağırırdı. Şahid qismində ifadə verən mərhum Ramiz Məmmədovun əmisi oğlu İnqilab Kəlbiyev bildirib ki, həmin ərəfədə Topolnik kafesini işlədib. Ramizgil hər hansı cinayəti törətməzdən əvvəl planları haqda orada danışırdılar. Kəlbiyev hadisənin olacağından xəbərdar idi, ona görə ki, söhbətlər onun yanında aparılmışdı. Məmmədov şəhərdə heç kimi saymırdı. Kimsə səhv hərəkət etsə, onu yerindəcə cəzalandırırdı. Həqiqətən də İşmuratov Məmmədovu öldürməyə cəhd göstərmişdi, amma atəşə tutulan avtomobildə Ramiz sağ qalmışdı. Bundan sonra sonuncu Ənvəri öldürmək barədə qəti qərar qəbul etmişdi. Məmmədov istəyirdi ki, onları tez aradan götürsün, çünki Ramiz İşmuratovdan qorxurdu. Hadisədən bir gün əvvəl İnqilabın yanında Ramiz Rövşənə demişdi ki, 1-2 gündə geciksə, onlar artıq həyatda olmayacaq. Şahidin dediyinə görə qətli avtomat silahla Rövşən Cavadov icra edib. Həmin an Ramiz maşında, sükan arxasında oturub hadisəni izləyib. Kəlbiyevin sözlərinə görə cinayətdən sonra onlar kafaya gəliblər. Həmin hadisəni öz üzərinə Hüseynli götürməli idi. Ramiz Natiqi həbsdən qurtarmağa söz vermişdi. Əgər sağ qalsaydı, o sözünə əməl edərdi. Rusiyada bu iş üzrə bəraət alan Natiqlə azadlıqda görüşən Kəlbiyev onun yenidən həbs edilməsini bu yaxınlarda eşidib. Şahid qeyd edib ki, əgər o vaxt Natiq bu hadisəni boynuna almasaydı, sağ qalmazdı. Ramizin ətrafında olan insanlardan salamat qalan Hüseynli və bir də özüdür. Məhkəmə gedişatında mərhum Rövşən Cavadovun cinayət işində olan dindirmə protokolu elan edilib. Cavadov bunları yazıb. Mən və Natiq Hüseynli avtomaşınla Kirov küçəsi ilə hərəkət edərkən sonuncu xahiş edib ki, sola dönüm və Vaz 21099 markalı avtomobilin arxasında dayanım. Bu vaxt həmin maşından 2 kişi və bir oğlan uşağı çıxıb. Arxa oturacaqda əyləşən Hüseynli qara idman sumkasını götürüb maşından çıxıb və onlara tərəf addımlayıb. Sumkadan avtomatı çıxarıb dərhal İşmuratova və Barzenkaya atəş açıb. Sonra silahsız gəlib avtomobilə oturub. Rövşən Cavadovun bu ifadəsi hadisəni bilavasitə gözü ilə görən şahidlərin dedikləri ilə tam təqzib olunub. Belə ki, Cavadov göstərib ki, güya yanacaq doldurma stansiyasında Natiq maşından tək düşüb və bir nəfərlə 5-10 dəqiqə söhbət etdikdən sonra qayıdıb. Onun söylədikləri şahid İrma Aksenovnanın ifadəsi ilə təqzib olunub. Çünki qadın qeyd edib ki, orada Ənvər İşmuratovla görüşən Dadaş ləqəbli Ramiz Məmmədov olub. Daha sonra Cavadov deyib ki, Hüseynli maşından əlində sumka ilə düşüb. Hərçənd ki, 2 şahid bildirib ki, maşından düşən hündür boylu oğlanın sağ əlində avtomat silah olub. Şahid İnqa Qarşkovanın ifadəsində göstərilən əlamətlər müttəhimin əlamətləri ilə tam ziddiyyət təşkil edib. Belə ki, Natiqin sifəti dairəvi deyil və parlaq saçları yoxdur. O cinayət törətmiş şəxsi görməsinə baxmayaraq, nə ibtidai istintaq, nə də ki, məhkəmədə Hüseynlini tanımayıb. Bütün bunlar bir daha təsdiq edib ki, Rövşən Cavadov istintaq vaxtı yalan ifadə verib. Natiq Hüseynliyə Rusiya Federasiyası Cinayət Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilib. Lakin nə Rusiyada, nə də ki Azərbaycanda müəyyən edilməyib ki, müttəhim silahı haradan və nə məqsədlə əldə edib. İstintaq orqanı ümumiyyətlə baş vermiş ağır cinayət hadisəsinin motivini müəyyən etməyib. Azyaşlı Maksim İşmuratovun qanuni nümayəndəsi olan anası İrina məhkəmə zamanı ərizə ilə müraciət edərək bildirib ki, oğlu Natiq Hüseynlini, atasını və Sergey Barzenkonu öldürən şəxs kimi tanıya bilmir. İstintaq və ilk məhkəmə prosesində təqsirləndirilən şəxsi ona görə göstərib ki, ona tanınma üçün başqa şəxs təqdim etməyiblər. Bu fakt ondan xəbər verir ki, Maksim İşmuratovun ifadələri mötəbər sübut kimi qəbul edilib, ittihamın əsasına qoyula bilməz. Çıxışlar zamanı dövlət ittihamçısı məhkəmədən Natiq Hüseynliyə 14 il 6 ay həbs cəzası, müdafiəçisi isə onun təqsirli olmasına dəlalət edən sübut olmaması üçün
bəraət verilməsini xahiş ediblər. 2009-cu il sentyabrın 29-da məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutlara obyektiv qiymət verərək nəticəyə gəlib ki, müttəhimin ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirli olması sübuta yetirilməyib. Elan olunan hökmə əsasən Natiq Hüseynliyə cinayət işi üzrə bəraət verilib, barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbsdən azad olunub. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olundu ki, İşmuratov və Barzenkon'u 2002-ci ilin avqust ayında Rövşən Cavadov və Ramiz Məmmədov qətlə yetiriblər. Lakin onların təsiri və qorxusu nəticəsində Natiq Hüseynli bu cinayəti öz üzərinə götürüb. Qeyri-obyektiv aparılmış istintaq zamanı onun təqsirli olmasına dəlalət edən hər hansı fakt aşkar edilməyib və ona görə də Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 228.1-ci maddələri ilə elan olunan ittiham yalnız fərziyyələrə əsaslanıb.